Salam qızlar, necəsiz? Mən çox yaxşıyam, şükürlər olsun. Ümidvaram siz də yaxşısınız. Qonaq otağımın yeni formasını göstərim. Divanın yerini dəyişdik. Bu hissəyə qoymuşuq. Masanı da pəncərənin ağzına çəkdik. Məncə belə daha yaxşı oldu, həm də daha geniş oldu ortalıq. Televizor olduğu kimi yerində qalıb, çünki divara vurmuşuq. Dolap da buradadır. Masanı sadəcə masayla divanın yerini dəyişdik. Belə. Burada isə yeni aldıqlarım var. Həm Temudan aldıqlarım var, həm də mağazadan aldıqlarım var. İstəyirəm onları da sizə göstərim. Deməli belə, birinci qızımın əlbisələrini göstərim. 2 ədəd əlbisədir, bir belə. Qolları bu cürdür. Biri də belə mavili. İpləri də var arxadan bağlamağa. Sonra 2 ədəd də belə kofta almışam buna. Biri bu cür. Biri də belə. İkisi də yandan belə düzməlidir. İsə keçək oğlumun paltarlarına, yazlıq geyimlərinə. Bunların hamısını Temudan vurmuşam. Bir-birini də açıqda göstərir. Ayaqqabıları da belə yazlıq. Bu cür. Şalvarı var belə ağır renkdə. Bel hissəsi belədir. Mən oğluma belə rezin şalvarlar alıram. Daha rahat olur, həm də düşmür əynindən. Cinsləri rezin deyil, o narahat olur. Yəni çəkə-çəkə qalır, kəmər vursaq da. Belədir. Biraz arxadan göstərim. Bu cür. Cinskaları var. Bunları üçünü bir yerdə vurmuşdum. Pambıqdır. İkiyə vurmuşdum. Üçünü bir yerdə. Hardasa 15 az yeni səhv eləmirəmsə vurdum. Üçünü bir arada. Üçü tenis qabı gələn. Çıxardım. Bir göstərib. Biri belə. Bu rənglədə üstü də belə şəkilli. Olduğuna çox hoşuma gəldi. Biri belədir. Biri isə belə. Yay üçün çox qəşəngdir məncə. Sonra bir də belə saraşkalar, köynəklər vurmuşam. Bu da yenə üçü bir yerdəydi. Bir göstərim. Bunlar da yenə üçlüydü. Bu da 70% pambıq idi. Səhv eləmirəmsə. Belə biri ağ rəngdədir. Bu cür qısa qol, dik yaxa. Sonra biri belə bu rəngdədir. Biri də bu rəngdədir. Çox xoşum gəlir bu rəngdən. Sonra nə gəlir? Bir ədəd də şalvarımız var. Bu da belə şalvardır. Hissəsi belədir. Düyməsi var. Bunun şəklini tapsam qoyacağım kənara bir yerə. Baxarsınız daha yaxır. Daha rahat baxarsınız. Bu da çox qəşəngdir. Sonra burada özümüzə kavra vurmuşdum. Birini özümə, birini yoldaşıma. Bu mənimdir. Bu mənimkidir. Bu cür sadə ağ rəngdə kavradır. İçi də belə mexli kimi. Onun telefonu üçün vurduq. Bu belə qara rəngidir, yenə içi mexlidir. Üçün bir ədəd bundan vurdum.
yapışkanını. Belə ağ renkdə vurdum ki, çox da bilinməsin. Sonra belə daraq dəstidir. Qızımın saçını yığanda çətinlik çəkdir. Belə üçlü fırçadır. Bir belə, bir belə, bir də belə. Üçü bir yerdə. Bu cür sırqalardı. Bu da belə. Və özümə bir ədəd mikrofon vurmuşam. Bunu da açaq görək. 5 manata vurmuşam bunu. Açaq görək necədir. Bu cürdür. Bunu deməli orada baxmışdım videosuna. Bunu mən istifadə edəcəm yaxına taxmaq üçün. Bir də belə telefona taxmağa var. Belə başlığı var, tüklü. Biri belədir üstündə, bir ədəd də belədir. Bir də adaptörü var. Şunuru var. Zaryadka yığmaq üçün. İndi bunu taxdım, işığında yandırdım. Görək fərq olacaq ya yox, videoya baxanda biləcəyik ki, fərq var ya yox səsdə. Bəzən elə olur ki, çox səsli bir yerdə olanda, danışanda səs düşmür. Ona görə bunu aldım, dedim prova edeyim, yoxlayım. Görüm işə yarayır ya yox. Aldıqlarım bu qədər, hamısını göstərdim. Fikirlərinizi bildirsə sevinərəm. Yenidən qeyd eləmək istədim ki, tamamən işə yarayır. Yəni səsdə çox böyük fərq var. Çəkdiyim videoya baxdım, elə bir ki, çox xoşuma gəldi. Yəni 5 manata dəyər. Qiymətinə görə çox yaxşıdır. Yəni səs effekti falan çox qəşəngdir. Videoda səs aydın düşür. İndi isə günümüzün geri qalanına davam edək. Paltarları yerbəyer elədim. İndi də gəlmişəm günorta yeməyi eləməyə. Uşaqlar məktəbdən gələcək birazdan. Qazan kotleti hazırlayacağım. Mən birinci tavanın dibində sos hazırlayıram. Soğan, biber, pomidor. Qəşəng bunu pişirirəm. Ondan sonra kotletləri, kartoşkanı düzüb çox azca da su əlavə edib pişirirəm. Çox dadlı olur. İndi biberini vurum. Bir yerdə qovrulsun. Pomidoru da blenderdan keçirtdim. Deşək bir yerdə qovrulsunlar. Yani seçme şansın varsa beraber olmak isterim ama. Biz de beraber ailede yaşayamayız. İmkansız. Yaşayamayız. İmkansız. O yüzden çok boşver. Siz o zaman beni gözükmüyorsunuz. Kararınızı bekliyorsunuz. Eğer verilsek ben de düşünmekte.
Sen